Ben bugün o kadar hoşbaxtım, özümü o kadar hoşbaxt sayıram, o kadar memnun sayıram ki güzel elimizin, güzel ovamızın, güzel kendimizin, güzel insanlarının bir hissesiyle görüşmek bugün bana kısmet olur. Bunun için İsmail Mərindən şəxsən benim minnətdarımı, təşəkkürümü bildirirəm. İstər cəmiyyətimiz olsun, istər diasporamız olsun. Ümrən benim yaşadığım Bakışəhərin o Pirallahı qəsəbəsi bəlkə biraz ucqarda olub, kənarda qalmışıq, amma kənarda deyilik. Mən bildirmək istəyirəm ki, bir elovlu olaraq, bir Həsən müəllim olaraq kənddəkən dərs dediyim şagirdlərimdən də burada var, olmayanlar da var. Mən bugün böyük bir məmnuniyyətlə bildirirəm ki, belə gözəl tədbirlərin keçirilməsində istər mənəvi, istər maddi cəhətdən həmişə dəstək olmağa, sizin yanınızda olmağa hazıram. Və eyni zamanda biləsiniz ki, elimizin, obamızın, kəndimizin xüsusən belə deyək də Terpir, Leyli və Sanı Köşbəyi biz həmişə bir kənd bilmişik, çünki biz Sovetlikdə olmuşuq. Biz belə deyək də bir sinədə döyünən üç rəy olmuşuq. Həqiqətən də elədir, Allah bizə həmişə xeyir işlər nəsib eləsin. Elimizin, obamızın gözəl günü mənim gözəl günümdür, dar günü mənim darımdır, gen günü genimdir, yaxşı günü yaxşımdır, pis günü də belə deyək də yenə də sizin yanınızda olmağı özümə böyük şərəf duyuram. Çox sağ olun, minnətdaram. Mən elimizdə, obamızda bu günlərin həsrətini çəkən atalarımız, babalarımız olub, əmilərimiz, dayılarımız, xalalarımız, biblərimiz, hətta qapı bir qonşularımız, gözəl insanlarımız, ziyanlarımız, həkimimiz, hər bir, hansı bir sahədən desən insanlarımız bu günümüzü görmədilər. Yenə də bu günə şükür, gənclərimiz yetişir. Mən arzulayıram ki, bu gənclər biz necə bizən böyüklərin yolunu davam etdiririk. İrəvan həsrətindəyik, Dərələs həsrətindəyik. O təmiz, saf suyun, torpağın həsrətindəyik. Bəlkə də bizlər elə o torpağın, o elin, o obanın, vaxşaqqaların, albirçəklərin saflığıdır ki, biz belə deyək də zərrə qədər onların işini davam elətdiririk. Qoy belə bir nümunə bizim gənclərimizə də nəsib olsun. Elimizin, obamızın cəmaatı var olsun. Bugün mən həqiqətən də elə bir mənəvi qida aldım ki, hələ belə deyək də elimizin, obamızın belə deyək bir hissəsi ilə görüşdüm. Bəlkə də neçə illərdir biz, bayaq dediniz 40 ildir, 30 ildir biz ola bilsin görmürdüm. Çox sevindim, Allah sizləri həmişə sevindirsin və bildirmək istəyirəm ki, bizim elimizin, obamızın gözəl insanları bilin və həmişəlik biz bunu yadda saxlayacağıq. Ulu öndərimiz Heydər Əliyevin çox gözəl Azərbaycan üçün, dövlətimiz üçün, dövlətçiliyimiz üçün çox belə qurub yaratdığı məqamlar olubdu. Biz onun varisləri onu davam elətdiririk. Cənab Prezidentimiz onun bütün vəsiyyətlərini yavaş-yavaş yerinə yetirir, icra edir, özü böyük məmnuniyyətlə icra edir. Mən bayaq burada rolikdə baxdım, orada Ulu öndərimizin belə bir gözəl sözü oldu ki, biz Qərbi Azərbaycana mütləq qayıdacağıq. Mən Allah Teala'dan Prezidentimizə bir uzun ömür, can sağlığı arzulayıram. Ali Başkomandanımız bizi Allah qoysa İrəvana aparacaq. Ulu öndərin ruhu bir daha şad olacaq. Biz Qərbi Azərbaycana inanın ki qayıdacağıq. Hamınızı öpürəm, bağrıma basıram. Necə ki, bayaq dedim və təkrar edirəm, həmişə sizin yanınızdayım.